Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 29, yəni Jean Piaget, Lev Vygotsky və Howard Gardner nəzəriyyələrindən danışacağam. Mövzumuz çox maraqlıdır, eyni zamanda yadda qalan mövzudur. Mən bu PDF-də lazım olan imtahana düşən hissələri qeyd eləmişəm ki, yəni sizin də nəzərinizi o hissələrə yönləndirim. Əvvəlcə Jean Piaget-nin zehni inkişaf mərhələsindən danışmaq istəyirəm. Jean Piaget-nin əvvəlcə əsas anlayışlarını qeyd edeyim. Sxemlər, adaptasiya və zəka. Bu arada qeyd edirəm ki, zəkanı qeyd eləməyi unutmuşam. Sözlü şəkildə qeyd edəcəm. Demək, sxem nə deməkdir? Sxem əqli göstərici və ya konseptlərdir ki, uşaqlar yeni məlumat əldə etdikdə onları, sxemləri, yəni müntəzəm olaraq yaradır, dəyişir, təşkil edir. Yəni o yeni məlumat alanda beyində olan sxemlər dəyişir, yeniləri yaranır. Yəni bunu nəzərdə tutur. Daha sonra adaptasiya. Adaptasiya terminindən Jean Piaget uşaqların mühitdə qavradıqlarının əqli formada təşkilini ifadə etmək üçün istifadə etmişdir ki, yəni yeni məlumatlar və yeni təcrübə baş verdikcə uşaqlar bu məlumatı öz əqli modellərinə daxil etmək üçün adaptasiya edir ki, bu da yəni adaptasiyada mümkün olmadıqda, yəni balans pozulur. Bu zaman isə assimilyasiya və uyğunlaşma vasitəsilə adaptasiya baş verir. Bu da nə deməkdir? Yəni assimilyasiya odur ki, uşağın yeni məlumatı alaraq artıq bildiyi məlumatı əlavə etmə prosesidir. Uyğunlaşma isə artıq məlum olan məlumatın yeni məlumata uyğunlaşdırılması prosesidir. Zəka isə orqanizmin mühitə uyğunlaşdırılmasına kömək edir. Daha sonra gəlirik Jean Piaget-nin zehni inkişaf mərhələlərinə. Jean Piaget-nin 4 zehni inkişaf mərhələsi var. Burada 2 ad da qeyd eləmişəm. Yəni bəzi köhnə və yeni mənbələrdə müxtəlif formada qeyd olunur. Hər ikisini də qeyd eləmişəm ki, imtahana düşəndə bilin ki, hansı mərhələyə aiddir. Demək, birinci mərhələ hissi hərəki mərhələ, digər adı sensomotor mərhələ. Bu mərhələ 0-2 yaşı əhatə edir. İkinci mərhələ ilkin əməli mərhələ, digər adı əməliyyatlar öncəsi mərhələ, yəni 2-7 yaşı əhatə edir. Üçüncü mərhələ konkret əməli mərhələ, yəni konkret əməliyyatlar mərhələsidir ki, bu 7-11 yaşı əhatə edir. Dördüncü mərhələ formal əməli mərhələ, yəni mücərrəd əməliyyatlar mərhələsi ki, bu da 11 yaşdan yuxarını əhatə edir. Gəlin birinci mərhələ haqqında danışaq. Birinci mərhələ, yəni hissi hərəki mərhələ 0-2 yaşı əhatə edir. Bu yaşda yəni uşağın həyatında müəyyən dəyişikliklər baş verir ki, yəni yeni dünyaya gəlmiş uşaq, yəni dünyaya gəldikdən 0 yaşdan, yəni 2 yaşa qədər əhatə edir ki, bu uşaqlarda şərti reflekslər yaranır. Daha sonra təbii ehtiyaclar yaranır. Daha sonra səs bulaşması. Səs bulaşması o deməkdir ki, bir uşaq ağlayanda digər uşaq da ona baxıb ağlamağa başlayır ki, bu zaman səslər qarışır. Buna biz səs bulaşması deyirik. Daha sonra əşya davamlılığı. Əşya davamlılığı 8-9 aylığından sonra başlayır ki, əvvəlcə məsələn ilk aylarda uşağın əlindən hər hansı əşyanı aldıqda ona qarşı reaksiya vermir, əşyanın arxasınca baxmır. Ancaq 8-9 aylığında uşağın əlindən hər hansı bir oyuncağı, hər hansı bir əşyanı alanda uşaq yəni həmin əşyanın ardınca baxmağa başlayır. Yəni burada əşya davamlılığı baş verir. Daha sonra gəlirik ilkin əməli mərhələyə, yəni 2-7 yaşa. İlkin əməli mərhələ, yəni bu bağça dövrünə əhatə edir ki, yəni Jean Piaget-nin bu mərhələsi sırf bağça dövrünə əhatə edir və imtahanda da ən çox suallar buradan salınır. Yəni buradan çoxlu situasiya sualları düşə bilər. Ona görə yəni bu hissəni xüsusilə yadda saxlayın. Əslində bizə lazım olan mərhələlər 1-dən 2-ci mərhələdir. 3-cü və 4-cü mərhələlər əslində bizə lazım deyil, amma yəni mərhələ olduğuna görə, yəni Jean Piaget-nin 4 mərhələsi olduğu üçün qeyd edirik, amma əsas düşən suallar 1-ci və 2-ci mərhələdən düşür. 2-ci mərhələdə, yəni bağça dövründə artıq uşaqların nitqi inkişaf eləyir,
Yəni mən mərkəzçilik, yəni egosentrizm yaranır. Egosentrizm o deməkdir ki, uşaq öz dediyini keçirtməyə çalışır. Yəni öz istəyini həyata keçirməyə çalışır. Deyir ki, mən deyən olmalıdır, mənim istəklərim həyata keçməlidir. Bu yəni adətən 3 yaşında özünü göstərə bilir. Daha sonra əşyaların həcmi və ölçülərini müəyyən edə bilmir. Bəzən elə əşyalar olur ki, enlidir, amma daha çox hər hansı maye tutur. Məsələn, elə borular var ki, məsələn, qablar var ki, uzundur. Hündür olduğuna görə bəzən uşaqlar düşünür ki, hündürdürsə bu daha çox maye tutur. Halbuki, yəni enli olub da daha çox maye tuta bilir. Sadəcə həcm anlayışını uşaqlar bu ölçülərdə qarışdıra bilirlər. Ona görə biz bunu deyirik ki, uşaqlar həcmi və ölçüləri müəyyən edə bilmirlər. Yəni qarışdırırlar. Daha sonra geriyə çevirə bilmir. Bunu bu formada qeyd edə bilərik ki, məsələn, uşaq 10-a qədər saya bilir, amma tərsinə saymaqda çətinlik çəkir. Bu zaman yəni geriyə çevirə bilmir. Daha sonra canlı və cansızları qarışdırır. Yəni bu o deməkdir ki, uşaq məsələn kuklaya canlı kimi baxır. Bəzən kuklanın ağzına süd verir, su verir, yəni onu canlı kimi görməyə çalışır. Bu da animizmdir, yəni canlı və cansız qarışdırma deməkdir. Konsentrasiya, yəni diqqəti mərkəzləşdirməkdə çətinlik çəkir. Konservasiya, yəni ardıcıllığı qurmaqda çətinlik çəkir. Bunlar hamısı ilkin əməli mərhələyə aiddir. Daha sonra gəlirik konkret əməli. Konkret əməli mərhələ, yəni 7-11 yaşı əhatə eləyir ki, bu dövrdə yəni artıq geriyə çevirə bilir. Yəni ikinci mərhələdə artıq geriyə çevirə bilmirdisə, üçüncü mərhələdə rahat şəkildə geriyə çevirə bilir. Yəni 1-dən 10-a qədər sayır, həmçinin də 10-dan 1-ə qədər tərsini çevirə bilir. Daha sonra ümumiləşdirmə və qruplaşdırmalar edir. Məsələn, fiqurları ölçülərinə görə qruplaşdıra bilər, rənginə görə qruplaşdıra bilər, formasına görə qruplaşdıra bilər. Daha sonra induktiv mühakimə olur ki, yəni xüsusidən ümumiyə keçid edə bilər ki, məsələn, qeyd edə bilərik ki, Lalə almanı çox sevir. Lalə almanı çox sevir, o ümumiyyətlə bütün meyvələri sevir. Yəni burada artıq xüsusidən ümumiyə keçid baş verdi. Yəni Lalə almanı sevir, xüsusidir. Lalə ümumiyyətlə bütün meyvələri sevir. Bu isə ümumidir. Yəni xüsusidən ümumiyə keçid baş verir ki, biz buna induksiya deyirik. Daha sonra fərqləndirmə də məhz 3-cü mərhələyə aiddir. Daha sonra gəlirik formal əməli mərhələ, yəni 11 yaşdan yuxarı. Burada isə uşaq məntiqi şəkildə düşünür, hipotetik düşünür. Yəni hipotetik düşünmə o deməkdir ki, bir problemin müxtəlif həlli yolları var. Yəni həlli yollarından həll edə bilir. Daha sonra deduktiv mühakimə. Deduktiv mühakimə isə artıq induktivin tərsidir. Yəni ümumidə xüsusiyə. Burada isə məsələn Lalə bütün xörəkləri sevir, xüsusilə də dolmanı çox sevir. Burada artıq ümumidə xüsusiyə keçid baş verdi. Yəni deduksiya. Bunlar bu qədər. Yəni Jean Piagetin mövzusu bu qədər. Yəni əsas anlayışlara diqqət edin, bir də mərhələlərə diqqət edin. Əlavə hər hansı məlumata ehtiyac yoxdur. Daha sonra keçid edirik Vygotsky'yə. Vygotsky'nin nəzəriyyəsinin adı sosial inkişaf nəzəriyyəsidir. Burada yəni 3 mərhələ qeyd olunubdur, daha doğrusu 3 zona qeyd olunubdur. Piagetdə mərhələdir, Vygotsky'də isə zonadır. Birinci zona, ikinci zona, üçüncü zona. Birinci zona şəkildə də qeyd olunduğu kimi, birinci zonada uşaq yəni belə deyək, üzə bildiyi yerdə düşüb, yəni hərəkət edir. Yəni onun bacardığı yerdə yəni edə bilir. Yəni burada demək olar ki, biz onu qeyd edirik ki, yəni birinci mərhələdə uşaq o qədər də təcrübəli deyil. Yəni gölməçən dayaz yerində dayanıbdır. Çünki o digər yerə daxil olsa bata bilər, üzə bilməz. Ona görə yəni rahat, harda özünü rahat hiss edirsə, hara dayazdırsa, həmin yerdə üzməyə çalışır. Çünki bu yer təhlükəsizdir, ona hər hansı bir narahatçılıq verməyəcək. Amma ikinci yerdə isə artıq dərindədir. Yəni bu zona biz bu zonaya yaxın inkişaf zonası deyirik ki, birinci zonada burada uşaq yəni dayazda idi, özünü rahat hiss edirdi.
Yəni bacara biləcəyi qədər hərəkətdə idi. Amma ikinci zonada isə artıq onun kiməsə ehtiyacı var, köməyə ehtiyacı var. Yəni su artıq dərindir və bunun üçün də ona kimsə kömək etməlidir ki, o üzməyi öyrənsin. Birinci mərhələdə üzməyə ehtiyac yox idi. Yəni kimsə ona üzməyi öyrətmirdi. Heç buna ehtiyac da yox idi. Çünki dayaz yerdə burada da görürsüz, dayaz yerdə oturur, belə oynamağa çalışır. Amma ikinci yerdə artıq üzməyə ehtiyac var və üzməyə ehtiyac varsa demək ki, böyüklər lazımdır. Hər hansı anası ola bilər, atası ola bilər, yəni ona dəstək göstərməlidir. Biz həmin o göstərilən dəstəyə scaffolding deyirik. Yəni hər hansı bu indi burada üzməklə bağlı göstərilibdir. Hər hansı biz dərsdən bağlı qeyd edə bilərik ki, uşaq əgər dərsi edə bilmirsə birinci mərhələdir, əgər ona dərsdə kömək lazımdırsa ikinci mərhələdir, artıq uşaq sərbəst şəkildə o çalışmanı yerinə yetirə bilirsə, bu üçüncü mərhələdir. Burada da yəni birinci mərhələdə gördüyünüz kimi üzə bilmir, yəni sadə bir yerdə əyləşibdir. İkincində isə artıq köməyə ehtiyac var. Yəni kimsə ona kömək etməli ki, o üzə bilsin. Biz bu dəstəyə, biz bu köməyə scaffolding deyirik. Üçüncü mərhələdə isə artıq heç bir köməyə ehtiyac yoxdur. Rahat şəkildə uşaq sərbəst şəkildə üzə bilir. Biz buna yəni bəzən fəal inkişaf zonası, aktual inkişaf zonası da deyə bilirik. Yəni yaxın inkişaf zonası uşağın edə bilmədiyi ilə müstəqil şəkildə edə bildiyi zonalar arasındakı bir zonadır. Yəni müstəqil edə bilmədiyi və müstəqil şəkildə edə bildiyi zonaların arasında yerləşən bir zonadır. Biz buna yaxın inkişaf zonası deyirik və orada göstərilən dəstəyə isə scaffolding deyirik. Daha sonra burada bəzi nüanslar var ki, yəni oxşar və fərqliliklər var ki, Jean Piaget-ə aid olanlar və Lev Vygotsky-yə aid olanlar və onların ortaqları. Əvvəlcə qeyd eləyək, yəni burada qeyd olunubdur, yəni biz ortada olanla müqayisə etməliyik. Demək, Jean Piaget sosial mədəni kontekstə. Jean Piaget az əhəmiyyət verir, amma Lev Vygotsky çox əhəmiyyət verir. Əlbəttə ki, siz bilirsiniz ki, yəni sosial mədəni nəzəriyyənin yaradıcısıdır Lev Vygotsky. Təbii ki, o çox əhəmiyyət verəcək. Amma Jean Piaget kognitiv inkişaf mərhələsi və ya da zehni inkişaf mərhələsinin yaradıcısıdır. Daha sonra konstruktivizm. Konstruktivizm demək nədir? Piagetdə kognitiv konstruktivizmdir. Amma Lev Vygotsky'də isə sosial konstruktivizmdir. Daha sonra inkişaf mərhələləri. Jean Piaget çox əhəmiyyət verir. Çünki Jean Piaget'in zehni inkişaf mərhələsi var. Amma Vygotsky'də isə heç bir inkişaf mərhələsi təklif etmir. Çünki Vygotsky'də zonadır, mərhələ deyil. Daha sonra öyrənmə və inkişafdakı əsas proseslər. Jean Piaget'də ekvilibriumdur, adaptasiyadır, assimilyasiyadır, akkomodasiyadır. Amma Vygotsky'də yaxın inkişaf zonasıdır, scaffoldingdir, dildir, dialoqdur, mədəni ünsürlərdir. Daha sonra dilin rolu. Dilin rolu uşağın təcrübə qazanmasına və bölüşməsinə nitqin rolu minimaldır. Yəni Piaget'də dil yəni minimaldır. Amma Vygotsky'də uşağın təcrübə qazanmasında və bölüşməsində nitqin rolu maksimaldır. Axı biz deyirik sosial inkişaf nəzəriyyə, yəni sosial mədəni nəzəriyyənin banisidir. Sosial mühit üçün də nə lazımdır? Nitq lazımdır, dil lazımdır. Ünsiyyət qurmaq üçün dil lazımdır. Dil lazımdır və nitq lazımdır. Yəni nitq ünsiyyət vasitəsidir. Üzr istəyirəm. Dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesidir. Daha sonra uşaqlar dünyanı, yəni tədrisdəki tətbiqi isə uşaqlar dünyanı tədqiq etməli və biliyi kəşf etməlidir. Piaget deyir ki, uşaq kəşf eləyərək öyrənməlidir. Amma Vygotsky deyir ki, uşaqlara müəllimləri və onlardan daha bacarıqlı yoldaşları, yəni bircə öyrənmək üçün şərait yaratmalıdır. Həmişə Piaget deyir ki, uşaq kəşf etməlidir, özü axtarmalıdır, özü öyrənməlidir. Amma Vygotsky deyir ki, uşaqların öyrənməsi üçün böyüklər dəstək göstərməlidir və uşaqlar artıq öyrənən zamanı bu dəstək azalmalıdır. Yəni artıq sərbəst şəkildə yerinə yetirən zaman onlara heç bir dəstək göstərilmir. Daha sonra Piaget və Vygotsky'nin bir sıra yəni oxşar və fərqli cəhətləri var. Bunları qeyd edək.
Buradan yəni belə nüanslar var ki, uşaqların zehni inkişafı mərhələlərdə baş verir. Piaget belə deyir. Daha sonra Piaget deyir ki, uşağın əvvəlcə zehni inkişaf formalaşır, sonra isə öyrənmə baş verir. Növbəti, uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Bunu Piaget deyir. Amma Vygotsky deyir ki, zehni inkişafın əsasında sosial münasibətlər durur. Axı zehni inkişaf o düşünür ki, zehni inkişaf o zaman formalaşır ki, sosial mühitdə özünü ifadə eləyir, belə deyək, nitqi formalaşır, danışır, ünsiyyət qurur. Daha sonra öyrənmə inkişafdan əvvəl gəlir və uşağın zehni inkişafı müəllimlər, yoldaşları və daha bilikli başqaları ilə ünsiyyət zamanı baş verir. Bir də belə bir nüans var, bunu deyəsən qeyd eləməmişəm. Piaget düşünür ki, insan birinci düşünür, sonra danışır. Amma Vygotsky qeyd edir ki, birinci danışır, sonra düşünür. Axı Vygotsky-də nitq maksimaldır, Piaget-də isə minimaldır. O aspektdən, yəni bunu bu formada qeyd edir. Daha sonra və oxşar cəhətləri də odur ki, yəni uşaqlar oyun oynayan zamanı üzr istəyirəm. Uşaqların öyrənmənin daha çox oyun oynarkən baş verdiyini düşünürlər. Yəni onlar qeyd edirlər ki, həm Vygotsky, həm də Piaget qeyd edir ki, öyrənmə daha çox, yəni oyun oynayan zaman baş verir. Bu onların hər ikisinin oxşar cəhətidir. Bu da belə. Düşünürəm ki, çətin deyil. Yəni sosial konstruksiya Vygotsky-yə aiddir, kognitiv konstruksiya Piaget-yə aiddir. Mərhələlərdən öyrənmə Piaget-yə aiddir, zonalarda öyrənmə Vygotsky-yə aiddir. Piaget-in 4 mərhələsi var, Vygotsky-nin 3 zonası var. Daha sonra öyrənmədə, yəni Piaget kəşf eləyərək öyrənməni, axtararaq öyrənməni dəstəkləyir. Vygotsky isə rəhbərliyə əsas göstərir və qeyd edir ki, uşaq öyrənənə qədər ona dəstək göstərmək lazımdır. Öyrəndikdən sonra isə o dəstəyi azaltmaq lazımdır. Piaget-də zehni inkişaf mərhələləridir. Vygotsky-də sosial inkişaf nəzəriyyəsidir. Daha sonra hər ikisinin oxşar və fərqli cəhətlərini də qeyd elədik. Yəni Piaget deyir ki, birinci insan düşünür, sonra danışır. Vygotsky qeyd edir ki, danışır, sonra düşünür. Piaget deyir ki, birinci uşaq inkişaf eləyir, sonra öyrənir. Vygotsky qeyd edir ki, öyrənir, sonra inkişaf eləyir. Və hər ikisinin də oxşar cəhəti oyunlardır. Daha sonra keçid eləyirəm Howard Gardnerin çoxşaxəli intellekt nəzəriyyəsinə. Bu mövzu ilə bağlı cədvəl hazırladım ki, cədvəldə daha çox diqqət eləyək, yəni lazımi nüanslara. Çünki uzun-uzadı danışmağa ehtiyac yoxdur. Açar sözlərdən öyrənsək, düşünürəm ki, kifayət edir. Demək, Howard Gardnerin 8 intellekt nəzəriyyəsi var. Verbal lingvistik, məntiqi riyazi, məkan vizual, bədən kinestetik, musiqi ritmik, şəxslərarası, fərd daxili və naturalist. Yəni bunlar o deməkdir ki, uşaqlar bu intellektlərdən öyrənə bilirlər. Yəni hər kəsin bir intellekt forması var. Məsələn, mən məkan vizual intellektə malikəm ki, bu formada öyrənə bilirəm. Elə insan var ki, verbal lingvistik intellektə malikdir, yəni o sözlərdən öyrənə bilir. Elə insan var məntiqi riyazi. Yəni hər kəsin bir öyrənmə tərzi var ki, məhz Howard Gardnerdə onu, yəni müəyyən, belə deyək də, yerlərdə müəyyən edibdir, yəni hissələrə bölübdür. Gəlin baxaq görək hansı intellektlərdir. İntellektlər yəni ehtiyacı olduğu şeylər. Verbal lingvistikə biz açar sözlərdən kitablara aid eləyə bilərik. Yəni kitab oxumaq verbal lingvistikə aiddir. Məsələn, gündəlik yazmaq üçün vasitələr, dialoq, müzakirə, debat, hekayə, bunlar hamısı verbal lingvistikə aiddir. Niyə verbal lingvistikə aiddir? Ona görə ki, burada sözlərdən istifadə olunur. Baxın, debat zamanı nədən istifadə olunur? Sözlərdən. Bir insanın, bir uşağın söz bazası olmalı ki, müzakirə bilsin. Hekayə nədir? Hekayədə sözlər var. Söz bazası olmalıdır ki, hekayə danışa bilsin, müzakirələr apara bilsin və ya da dialoq üçün iki nəfərin əməkdaşlığı üçün söz lazımdır ki, yəni dialoq apara bilsin, müzakirə edə bilsin. Bunlar hamısı verbal lingvistik intellektə malikdir.
Daha sonra məntiqi riyazi. Məntiqi riyazi o deməkdir ki, yəni eksperiment üçün lazım olan materiallar, məsələn, planetari və elmi muzeylərə ekskursiyalar, elmi materiallar hamısı məntiqi riyazi intellektə aiddir. Yəni ümumiyyətlə demək olar ki, gəzintilərin çoxu məkan vizuala aiddir. Amma bir dənə istisna elmi muzeylərə ekskursiya var ki, bu elmi, daha doğrusu məntiqi riyazi intellektə aiddir. Daha sonra məkan vizual intellektə nə aiddir? Məkan vizuala incəsənət, video, film, slayd, labirint, puzzle, şəkilli kitablar, incəsənət muzeylərinə ekskursiya. Bunlar hamısı məkan vizual intellektə aiddir. Yəni məkan vizual o deməkdir ki, məkan hissə yəni gəzintili hissələrdir. Gedə biləcəyiniz bütün hər bir yer məkana aiddir. Bir də orada yəni istisna kimi incəsənət muzeylərini qeyd edibdir ki, məkan vizuala aiddir. Bir də yəni elmi muzeyləri məntiqi riyaziyə aid eləsək, qalan hamısı məkan vizualdır. Məkan hissə yəni gəzintili olan hissədir. Vizual isə yəni gördüyümüz hissələrdir. Məsələn, slaydı nə edirik? Görürük, labirinti görürük, puzzle görürük. Bunlar hamısı məkan vizuala aiddir. Bəzən puzzle, labirinti müəllimlər qarışdırırlar. Düşünürlər ki, bunlar məntiqə daha uyğundur deyə, diqqət tələb eləyirsə məntiqə aiddir. Xeyr, onları görüntüyə görə məhz məkan vizuala aid edirlər. Daha sonra gəlirik bədən kinestikə. Bədən kinestetik bura aid rollu oyunlar, tamaşa, hərəkət, idman, fiziki oyunlar, praktik şəkildə öyrənmə. Yəni bədən hərəkət edirsə, bunlar bədən kinestikə aid olur. Məsələn, rollu oyunlar zamanı uşaqlar nə edirlər? Rollara girirlər və rollara girən zamanı bədən hərəkət edir. Biz bunları bədən kinestetikə aid edirik. Daha sonra musiqi ritmli. Musiqi ritmli intellektə birlikdə oxuma vaxtı, konsertlərə getmə, musiqi alətlərində ifa, bunlar hamısı musiqi ritmə aiddir. Bəzən müəllimlər düşünürlər ki, məsələn, belə deyək də, rəqs varsa, yəqin ki, bu musiqi ritmə aid olar. Xeyr, rəqs, belə deyək, bədən kinestetikə aiddir. Rəqs etmək bədən kinestetikə aiddir, çünki bədən hərəkət edir. Amma konsertə getmə, baxmayaraq ki, getmə var burada, bu musiqi ritmə aiddir. Əslində getməklə bağlı olanlar, məkanla bağlı olanlar məkan vizuala aid olmalıdır. Amma burada bəzi istisnalar var ki, elmi muzeylər məntiqi riyazidir, konsertə getmədə musiqi ritmlidir. Yəni musiqi alətlərində ifa, yəni bunlar hamısı musiqi ritmli intellektə aiddir. Daha sonra şəxslərarası intellekt var ki, dostlar, qrup oyunları, sosial yığıncaqlar, klublar, bunlar yəni şəxslərarası intellektdir. Yəni burada yəni uşaqlar dostlaşırlar, ünsiyyət qururlar. Bunlar hamısı yəni şəxslərarası intellektə aiddir. Bir-birindən əməkdaşlıq edirlər, bir-birinə dəstək göstərirlər. Daha sonra gəlirik fərddaxili intellektə. Fərddaxili intellekt gizli məkanlar, özü ilə tək qalmaq üçün vaxt, seçimlər, öz tempi ilə işləyə bilmə. Bunlar yəni fərddaxildir. Yəni şəxsin özünə aiddir. Özünə aid, özünün belə deyək ki, özünün edə biləcəyi hər bir şey fərddaxili intellektə aiddir. Daha sonra gəlirik naturalist. Naturalist yəni təbiətə çıxış, heyvanlarla kontakt üçün şərait, təbiəti araşdırmaq üçün vasitələr, yəni lupa, binokul, bunlar hamısı naturalistdir. Yəni hər kəsin bir öyrənmə tərzi var. Hər kəs müxtəlif formalarda öyrənə bilir, müxtəlif mühitdə öyrənə bilir. Bunlar da yəni belə deyək də bizim daha yaxşı yadda saxlamamıza şərait yaradır. Elə insanlar var ki, dinləyir, elə insanlar var oxuyur, elə insanlar var ancaq şəkillərə baxaraq öyrənir. Yəni hər kəsdə bu fərqlidir. Belə müəllimlər, mövzumuz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.